İşğaldan azad olan ərazilərimizin bərpası və yenidən qurulması sürətlə davam etdirilir. Digər bölgələrimizdə olduğu kimi Şuşamızda aparılan abadlıq işləri də hər keçən gün bu dilbər güşəmizin gözəlliyinə gözəllik qatır. Şuşada gündüzlər sosial həyatın aktivliyi, dinamik iş fəaliyyətini müşahidə edərkən gecələr isə huzur verən dərin bir səssizliyə bürünür. Bütün bunları görmək və hiss etmək üçün əməkdaşımız İlkin Həsənlinin Şuşadan hazırladığı reportajı gəlin birlikdə izləyək. Şuşanın əsrarəngizliyi təkcə günün günorta çağında deyil, eyni zamanda axşam da müşahidə olunur. Bunu mən yox, bizim görüntülərimiz dilə gətirəcək. Özüm döyüş bölgəsində xidmət eləmişəm. İşğaldan azad olunandan qabaq bizdən bu dağlar demək olar görsənirdi, Xocavənd istiqaməti, Qarabağ istiqaməti. Həmişə həsrətlə hərbi hissəmizdən baxırdım ki, görəsən bizə qismət olacaq bu müqəddəs torpaqları gedib görmək. Bugünkü gün şükür Allaha gəlmişik, bu müqəddəs torpaqlardayıq, ayağımız dəyir. Çox gözəl, belə təsəvvür eləmirdim bu qədər gözəllik görərəm. Çox sevindim şəhərimizin, müqəddəs torpağımızın bu qədər inkişaf eləməyinə. Şuşa çox gözəldir, hədsiz dərəcədə. Mən inanmazdım ki, bu cür gözəllik ola bilər. Çox gözəl. Çox sevindim onlar yerinə. Çünki 30 ilin həsrətinə son qoyulub. Yolumuzda Azərbaycan peşəkar vokal sənətinin banisi, Azərbaycan musiqi mədəniyyət tarixində öz izləri olan Bülbülün ev muzeyindən saldıq. Burada bizi muzeyin əməkdaşlarının xoş qarşılaması və ziyarətçilərin çoxluğu sevindirdi. Erməni işğalında olan bir yerdə böyük sənətkarın ev muzeyinin belə bərpa olunmağını məni içəri girəndə bir doğmalıq hiss olunurdu belə. Mən deyərdim ki, mən çox şad oldum ki, buranı belə diqqətlə bərpa eləyiblər. Gəlmişik bugün hal-hazırda Bülbülün ev muzeyində elə bir hisslər yaşayırsan ki, bilmirsən, göz doymur, baxmaqla doymursan, o gözəl bir həz yaşayırsan. Çox maraqlıdır, insanı çox belə dərin düşüncələrə aparır. Hər bir ağacdan başlamış bir daşa qədər. Şuşadakı maşallah hər gəlişimizdə fərqli bir gözəlliklərin şahidi oluruq, abadlığın şahidi oluruq. Çox fərqli, çox gözəl işlər gedir. Düşündüyümüzdən, gözlədiyimizdən də artıq işlər gedir Şuşada. Tək Şuşada yox, ümumi bütün Qarabağda. Mən həyatımda birinci dəfədir Şuşaya gəlişim. Mən özüm Ermənistanda doğulmuşam. Çox arzuluyordum həmişə burada olam. Belə çox xoş təəssüratlar adamı bağışlayır. Heydər Əliyev Fondunun Qarabağdakı bərpa layihələrinin bir hissəsi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində həyata keçirilir ki, bunlardan biri də Mehmandarovların malikanə kompleksidir. Malikanə əvvəlki görkəminə qaytarılaraq artıq ziyarətçilərin də ixtiyarına verilib. Şuşada Mehmandarovların ev muzeyini ziyarət eləməyən başqa bir qürur, başqa bir fəxarətçisi var. Ev muzeyi mənim çox xoşum gəldi, çox gözəl bərpa olunubdur. Buranın əməkdaşları çox belə professional, çox ətraflı məlumatlar verdilər, bizə çox eksponatları göstərdilər. Əlbəttə bu məni çox sevindirdi ki, öz şəhərimizdə mən muzey ziyarət edirəm. Şuşaya mən hər dəfə gəlirəm. Hər dəfə gələndə adam Şuşanı elə bir tanımır. Hər dəfə daha yeniliklər, yeni quruculuq işləri gedir.
Şuşanı çox sevirəm. İlk dəfə Bakıda olanda deyirdim ki, mən Şuşaya getmək istəyirəm. Burada özünə dostlar tapmısan? Bəli. Haranı gəzmisən Şuşada? Cudur düzün, ondan sonra çoxlu yerləri gəzmişəm, Xankəndi. Mən Şuşanı çox sevirəm. Burada hər gün gözəl dostlar tapıram. Şuşaya gələndə özümə dostlar tapdım da. Qarabağın incisi sayılan bu qədim şəhər yenidən dirçəlir, əvvəlki tarixi simasını bərpa edir və müasir infrastrukturla təchiz olunur. Hal-hazırda Şuşa şəhərində iri miqyaslı inşaat, bərpa quruculuq işləri gedir. Qarabağ küçəsində yerləşən investorlar tərəfindən inşa olunan 10 binanın tikinti işləri yekunlaşma üzrədir. Eyni zamanda 95 çox mənzilli yaşayış binasının da layihələndirmə prosesi davam edir. Bundan əlavə olaraq 40-45 çox mənzilli yaşayış binasının da tikintisinə yaxın zamanlarda start veriləcək. Şuşa şəhərinin yol, küçə infrastrukturu işləri çərçivəsində də yeraltı kommunikasiya xəttlərinin çəkilməsi prosesi davam etdirilir. Qədim Qarabağ mədəniyyətinin mərkəzi olan Şuşada muzeylər, abidələr, malikanələr və məscidlərin bərpası prosesləri davam edir. Xüsusilə Şuşanın simvolik abidələrindən olan Şuşa qalası, məscidlər və malikanələr üzərində işlər intensiv şəkildə aparılır. Şəhərin hər bir güşəsində tarix və mədəniyyətlə zəngin izlərə rast gəlmək mümkündür. Bərpa işləri ilə əlaqədar mütəxəssislər tərəfindən aparılan araşdırmalar əsasında bu abidələrin orijinal görkəmi bərpa edilir. 4 bərpa layihəsi hal-hazırda icra olunur. Bunlar Sadıqçanın evi, Fərəməzdovların yaşayış evi, Ətəmovların yaşayış evi və Şuşa Real məktəbidir. Bundan başqa 3 abidədə bərpa layihəsi, 3 abidənin bərpa layihəsi işlənilir. Bunlar 2 mərtəbəli karvansaray, köhnə xəstəxana binası və keçmiş tarixi qız məktəbidir. 15 abidədə isə konservasiya layihəsi işlənilir. Uzun illərdən sonra doğma torpaqlarına qayıdan Şuşa sakinləri artıq evlərinə dönüb. Hər biri bu torpağa bir tarix, bir yaddaş, bir ümid gətirir. İndi onların dilindən keçmişi, bugünü və gələcəyi olan baxışlarını öz dillərindən eşidək. Biz düzdür, öz yaşadığımız məhəlləyə gəlmədik. Ora dağılıb indi. Yəni əvvəl 30 il bundan əvvəl görmək istədiyimiz Şuşanı görə bilmədik. Yəni 30 il düşmən tapdağı altında qalan torpaq təbii ki, qalan yurt belə olmalıdır. Darmadağın eləmişdilər, abidələri məhv eləmişdilər, amma yenə də şükürlər olsun, ayağımız Şuşa torpağındadır. Gəldik ömrümüzün bu nətər deyim, bu çağında gəldik, qalan ömrümüzü də Şuşada yaşayarıq. Uşaqlıq harda ki böyümüşəm, doğulmuşam, o həyətə, o evə gedəndə çünki dağılıb. Amma yenə oradan, o qapıdan içəri girəndə elə bilirəm ki, Əffə xanımın 15 yaşı var, cavandır, hər şey gəlir, keçir gözümün qabağından, məktəb illəri, oxuduğum tələbəlik illəri. Şuşanın gündüz saatlarında olan yenidən qurma və bərpa işlərini gördünüz. İndi isə biz sizə Şuşanın gecə görüntülərini təqdim edirik. Hava imkan verdikcə bilirsiniz Şuşanın havanın şıltaqlığın, dumanı, çiskini, yağışı. Amma hava imkan verdikcə o həsrətində olduğumuz havanı udmağa çalışırıq. Çox şükür ki, o həsrətimizə son qoyuldu, qayıtdıq yerimizə, yurdumuza. Düzdür, çox dəyişikliklər var. Məsələn, müharibə 30 il düşmən əlində işğalda qalan şəhərdən biz bundan artıq heç nə gözləyə bilməzdik, heç nə görə bilməzdik. Amma çox şükür bu günə may ayından köçmüşük, keçən il artıq 1 ilə yaxındır köçmüşük. Hər şey yaxşıdır, evdə şərait yaxşıdır. 8 noyabr Zəfər gününü əks etdirən 8 rəqəmli məscidin inşası ikili növbəli şəkildə həyata keçirilir. Gündüz və axşam saatlarında. Hazırda da həmin iş prosesini görüntüdən izləyə bilərsiniz.
Şuşanın hər daşı, hər küncü tarix və bir mədəniyyətdir. Şuşanın gecəsi və gündüzü isə tamam bir bambaşqa əsrarəngizdir. Əminik ki, bu sujetdən sonra Şuşada olmayan, amma qəlbi Şuşa ilə döyünən sakinlər tezliklə Şuşaya gələrək buradakı əsrarəngizliyi öz gözləri ilə müşahidə edəcəklər.